Salam, hər vaxtınız xeyir olsun. Kanalıma xoş gəlmisiniz. Bugün sizlərlə yumuşaq, yedikcə yemək istəyəcəyiniz asan pirajki resepti bölüşürəm. Videolarımın davamı üçün kanalıma abunə deyilsinizsə abunə olmağı, videolarımı bəyənməyi və zəng işarəsini basaraq yeni videolardan xəbərdar olmağı unutmayın. Əvvəlcə apara hazırlamalıyıq. Apara üçün maya, şəkər tozu və unu qaba əlavə edirəm. Üzərinə yarım stəkan ilıqdan azacıq isti su əlavə edib qarışdırıram. Üzərini örtüb hələlik bir kənara qoyuram. Ələdiyim 7 stəkan unun üzərinə 1 dolu çay qaşığı duz, 1 ədəd yumurta, 2 xörək qaşığı qatıq və hazır olan aparanı əlavə edirəm. Üzərinə 1 dolu stəkan ilıq su əlavə edib xəmir yoğurmağa başlayıram. Xəmir yoğurduqca lazım olan qədər su istifadə edə bilərsiniz. Xəmirimiz çalışmalıyıq ki, yumuşaq olsun. Mən 1 stəkan daha su əlavə etdim və ehtiyac olduqda az su əlavə edərək xəmir yoğururam. Xəmir toparlanana yaxın üzərinə yarım stəkandan biraz az duru yağ əlavə edirəm və bu duru yağı da hissə-hissə əlavə edirəm, xəmirə yedirərək əlavə edirəm və yoğurmağa davam edirəm. Və ehtiyac olduqda biraz da duru yağ əlavə edib xəmiri artıq toparlayıram. Gördüyünüz kimi bu cürə yumuşaq xəmir olur. Əlinizdə sanki axır. Xəmiri bu formada hazırlayıram. Üzərini örtüb təxminən yarım saat mayalanmağa qoyuram. Yarım saatdan sonra xəmirin üzərini açıram və bir daha yoğurub üzərini örtürəm. Xəmiri 2 dəfə yoğuranda xəmir daha gözəl olur. Bu arada içliyi hazırlayıram. İçlik üçün təzə kartofu qaynatmışam, qabığını soymuşam və kartofəzənlə yaxşı-yaxşı əzirəm. 2 ədəd baş soğanı da xırda doğrayıb yağda qovurmuşam. Onu da bura əlavə edirəm. Yağda soğanı qovurarkən eyni zamanda duz əlavə etmişdim. Biraz da kartoflara duz və istiot əlavə edirəm. Və qarışdırıram. İçliyimiz bu formada hazır olur. İstəsəniz fərqli içliklərlə də hazırlaya bilərsiniz. Bu artıq sizin zövqünüzdən asılıdır. Bu arada xəmirimiz də artıq mayalanıb tam olaraq və üzərini açıram və xəmirin çox gözəl mayalandığını görürəm. Dərhal havasını alıram. Çox gözəl görünür doğrudan da. Havasını tam aldıqdan sonra əlimlə kiçik gündələr götürüb yuvarlaq forma verib masanın üzərinə qoyuram. Xəmirimiz çox yumuşaq olduğuna görə tam toparlanıb yuvarlaq olmur. Amma bu cür xəmirlə inanın ki, pirajki çox yumuşaq olur. Və xəmirdən 1 ədəd götürüb əlimlə bu formada açıb içərisinə içlikdən əlavə edirəm. Təxminən 1 xörək qaşığı qədər. İçlikdən qoyub ağzını sıx büküb hələlik bir kənara qoyuruq. Kənara qoyarkən də tərs çevirmək lazımdır. Və üzərini örtürük ki, digərləri hazır olana qədər pirajkilər qurumasın. Digər gündən də eyni qayda ilə hazırlayırıq. Hər birinin içliyini doldurub bükmüşəm. Bu şəkildə hazırdır. İndi isə yağı isidib pirajkilərimizi yağa atıb qızğın yağda hər iki yüzünü qızardacağam. Fikir verin ki, yağınız isti olsun, elə olanda daha yaxşı qızarır. Bir üzü qızarır və çevirib digər üzünü də qızardıram. Və pirajkilərimiz hazırdır. Çox ləzzətli oldu. Siz də hazırlayın və fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Əminəm ki, çox bəyənəcəksiniz. İzlədiyiniz üçün təşəkkür edirəm. Yeni videolarımda görüşmək diləyilə.